Salam, bugün sizlerle birlikte ad günü hediyelerim part 5 açırıq. 5 çəkirəm yəni. Bu Melayın hediyəsidir. Bu da atamın hediyəsidir. Əslində ata mənə bunu ad günümdə vermişdi 21-i, amma mən bunu çəkməyi yadımdan çıxmışdı. Deməli bu orijinal duxudur. Orijinal alıb qiymətini deyə bilmirdim. Çünki bir dənə takipçim dedi ki, qiymət desən YouTube spamlayacaq falan dedi. Neysə. Amma orijinal da, yəni çünki çox baha olduğu üçün orijinaldır və ChatGPT-yə dedik orijinal olduğu. Nəysə sizi belə şey eləyirəm kimi oldu. Amma gözünüzü soxmuram da, sadəcə belə dostlarımın aldıqlarını sizə göstərirəm. Mənim üçün də maraqlı olur. Məncə sizin üçün də maraqlı olur. Belə bir dənə duxudu, iz çox gözəldir. Sonra yeni aldıqlarım var. Bunu Mədişə almışam birini. Çünki o da mənə pul vermişdi ki, mənə də alarsan. Bir dənə stitchli kart aldım. Bir də bundan. Bu ikisini ona almışam. Özümə də bir dənə kart götürdüm. Deməli, ilk bu hədiyyəni açaq. Melayın. Atamın hediyesini gösterdi. Bu sulu stikeri çok istəyirdim. Qiymətini də çıxartmayıb qızım. Neyse. 6 dekabrda onun ad günüdür. Belə sulu stikerlərdir. Mən sulu stiker istirdim neçə vaxtı. Bu da çox gözəl oldu. Baxın. Belə göstəreyim. Çok şirin. Bunları qoyaq bura. Sonra belə ulduzlu stikerlər. Bunlar da çok güzel. Balaca ulduzlar. Sonra belə Hello Kitty'li simli stikerlər. Bunun kromilisini gördüm ama almadım. Onu da alacağım. Bu arada bu bilende gitmiştim ve orada gördüm ki Labubulu nasıl diyeyim? Yeni illi Labubu. Yani yeni il versiyonu Labubu. Yəqin ki bunu birçoğunuz görüb. Eğer Kapkutdan editləsəm üstə qoyaram ya da topluluqda paylaşaram, bilmirəm. Amma 10 manat idi orada. Onu almağı düşünürəm. Nəysə. Deməli. Burada içində belə puflar da var. Nəysə. Deməli. Belə simli. Baxın belə simli. Bədən spreydi bu deyəsən. Çünki bilmirəm, bundan spreydi belə. Simlidir. Neyse, yəqin saç spreyi falan olar. Çünki məktəbdə sürdüm mən bunu. Amma Aydakovda da simli. Həmişə hoş görüb. Baxın. Bir dəqiqə. İyisi də limon qoxur. İyisi çok güzeldi. Belə limon iyisi var. Kolonye kimi. Baxın belə. Belə parılır. Məncə saç üçündür. Sonra bir tane belə Labubulu sürpriz var. Çok şirin. Bunu da açarıq. Sonra belə bir tane bir şey var. Bu nədir belə? Qolbaqdır. Açsın. Rezindir. Yoxsa qolbaqdır? Yox, rezindir. 2 tane rezin. Çok şirindir bunlardan. Maviş. Mənim ən sevdiyim renkdir bu. Açıq mavi. İçində də mavi pul var. Və görünməz kalem. Pəmbiş. Işıq da var. Mavi. Bu yəqin ki bir sizə mənə bacım vermişdi bir dənəsini. Gəlin yoxlayaq. Bura. İndi baxaq, görək nə çıxacaq ortaya.
Gördünüz. Şimdi bir tane de çok şirin bir gol var. Başka nesi var? Bu puflar çok şirin diye. Sonra bir tane de böyle bir gol var. Çok güzel. Bakın böyle. Böyle çok şirin bir gol bak. Buna bakın, çok şirindir. Gelin bunu açalım. Haydi bunu buradan açacağım çünkü burada böyle lavabo yazısı falan şey olsun istemiyorum, zırasın istemiyorum. Ona göre bu üstten kesmeye çalışacağım. Açılacak. Böyle açılmaz. Oy, açılmaz. Geri buradan zıpladım. Zıpladım. Oha. Böyle bir labubu. Bu rengi burada geçip. Bunu bilirdim içinden böyle çıkacak. Ona göre almadım ben bunu. Ama yani şirindi. Böyle. Kartlar çıktı içinden. Böyle ve böyle kartlar. Gelin kartları açaq. Deməli bu mənim kartımdır. Mədişin kartını da açacaq. Çünki o video falan çəkmiş. Məncə açım. Deməli bu mənim kartım. Yox idi bunlar məndə. Yox idi. Bu mənə kimsə vermişdi deyəsən. Yox idi. Var bundan məndə. Bu var olanı vereceğim ona. Bu da Mədişinkidir. Böyle ana məndə olanlar çıxacaq. Məndə olanlardandır. Yox. Bundan məndə var idi. Bundan yox idi. Yox idi. Var idi. Yox idi. Bunu da koyayım içine. Yes. Ha. Deməli başka size göstermek. Ha bir de bu stikerleri göstereyim. İçinden çıkanlarım. Böyle Hello Van'da olan. O demişti ki Hello Kitty olsun ama hamısı Hello Kitty olan yok idi. Ona göre bunu beğenmişti. O dedi ki bundan olsun. Ona göre bu olanı götürdüm. Böyle çok şirin. Böyle şeyler. Bunlar da benimdir. Yani her şeyi gösterdim. Çok şey. Yani bu kadar. Başka göstermedim. Umarım hiç de kalmamıştır.